Məni burada heç kimin verilişindən ayrı salmaq lazım deyil. Mən Tarix Əliyev Space televiziyasının rəsmi işçisiyəm. Və mənim verilişim bu kanalda bir lokomotivdir səhər-səhər. Kimsə məndən artıq burada aparıcı ola bilməz. Bu mənim mövqeyim. Çünki mən Vado müəllimin başda olmaqla Nəriman müəllimin verdiyi bütün əmrləri icra edirəm. Bu heç kimin xüsusi mal deyil ki, bunu buradan yığışdırıb apardılar. Ona görə də mənim əvadanlığım əgər varsa, mən özüm iki saymıram bunu. Bu nədir? Gəlib görürəm burada qurudur, elə bir ki, bu nədir? Bu nədir? Dünən burada hamısı işıqlıq idi. Bu nə özüm mənimsəməkdir ki, bunu? Gəlin, vaxtı uzatmadan mən istəmirəm o sənətkarımızı saxlayayım. Çünki gəlmədi. Mənə birinci xəbər edin burada nəsə olanda. Söhbət Aytacdan, Könüldən, bir də Sənandan gedir. Hamam suyuyla burada dost tutmayın, yaxşı? Mən bu veriliş hamısından çox can yandırıram. Amma mənə xoş olmayacaq, xanım, siz mənim səsimi bu qədər, bu irad deyil. Bu mənim işçi mövqeyimdir. Siz bunu irad kimi görə bilməzsiniz. Mən buranın işçisiyim, sizin kimim. Və siz istədiyiniz şeyi burada kəsə bilməzsiniz. Ona görə də mən çox xahiş edirəm ki, mənim verilişimə hamıya necə hörmət qoyulur, mənə onlardan o qədər hörmət qoyulsa, ondan artıq yox. Neyniyirsə, ay qaqaş, səs rejissoru. Sən bura gələndə həmişə nə qədər səhvlərin olur sən? Neynəməyin fikrindəsən, qaqaş? Sən də o burslar kimi mənimlə prinsip aparsan bu kanalda. Hə? Yox, hər dəfə də belə üzr eləməyin. Hər dəfə olmur bu, bir dəfə olur bu. Hər dəfə belə şey olmaz mənə qarşı hörmətsizlik. Səhvən mənim verilişimə qarşı. Necə Fəzəl mənim? Salam. Üzr istəyirəm, burada belə də bilirsiniz. Burada bəziləri burada monopoli eləmək istəyir və mənə gücün göstərmək istəyir, alınmır. Çünki mən onlara tabi heç vaxt olmayacağım. Və olmuram. Mən burada iki insana tabiyəm. O da ki, başda Vado müəllim olmaqla Nəriman müəllim. Mən bura gələndə tolik idim ha. Sonradan gəlib tolik olmamışım. Bunu unutmayın heç biriniz. Mənim komandam daxil. Necəsiz? Tarix, salam, sabahın xeyir olsun. Mən açığı istəməzdim ki, elə verilişə başlayanda biraz əhval... Yox, burada televiziyanın özünün, yəni şəxsi Space-in özünün burada bimləri var. Burada heç kim, işıq, nə bilim, rəhbəri, nə bilim, prodüser özündən qərar verə bilməz ki, mən bunu bu verilişdə görürüm. Bunu Nəriman müəllim deyə bilər ki, bu götürücü. Bunlar hamı özünə görə burada ağadılar, hamı özünə görə burada rəhbərdirlər. Mən başa düşmürəm, kim istəyir nəsə qoyur, nəsə istəyir götürür, ya eləmir. Yəni bu heç televiziyaya uyğun olmayan bir şey. Yeganə buradadır bu monopoli özlərinə edirlər. Amma mənə bata bilməyəcəyiz, biləsiz bunu. Necəsiz? Sağ olun, yaxşıyam. Yenə deyirəm, mən istəməzdim ki... Buyurun, buyurun. 10 dəfə demişəm, qonaq danışanda eləməyin. Əybi yoxdur. Bu səs rejissoru bunu bilə-bilə edir.